suallar. 9-cu sinifin buraxılış sualların izahına baxaq. Deyir, alnındakı qırışlar adicə qırış deyil, öz xalqın keçdiyi izrab yollardır. Hər iki misada ismi birləşmə işləmişdir. Bəli, alnındakı qırış xalqın keçdiyi izrab yolları. Düzdür, bir düzgün fikirdir. İkinci misadakı isimlərdən deyir, ikisi həm hal, həm də mənsup şəkildə qəbul. İkisi yox, yalnız biri xalqının sözdür. İkini ona görə cavablardan çıxaq. Deyir ki, birinci misada isimlər eyni haldadır. Bəli, qırışlar da qırışda adlı haldadır. 3-də doğru götürərək, 3-ü götürərək. Deyir, yanlışdır. İkinci misada ismi xəbərdir, söz birləşməsilə ifadə olunubdur. Bəli, deyir, öz xalqının keçdiyi izdirab yollardır. Deməli, izdirab yollarıdır. Hansı izdirab yollardır? Xalqının keçdiyi, öz xalqının keçdiyi. 4 düzgün fikirdir, amma yanlışlıqdan verdiklərinə görə 4-ü götürməyək. Deyir, birinci misada həm baş, həm də ikinci dərəcəli üzvü izah edən təyinlər işlənmişdir. Qırış deyil, necə qırış deyil adicə, nə qırışlar, necə alnındakı. İkinci dərəcəli üzvü izah etməyib. Orada mübtədə və xəbər izah edib. Deməli, 5 səhvdir. Nümrədəki sifətlər azaltma dərəcəsində də səhvdir, adi dərəcədə. Cavab olacaq C variantı. 28-ə baxaq. Deyir ki, deməli, lanın işləmə məqamına uyğunluq. Qoşma. Səfi dayı qonaqlıqda Hüseynlə tanış oldu. Bu qoşmadır. Birə yazarıq A. Sonra qoşma görək başqa harda var. Deyir ki, Rizvanla Qədiri Kürün sahilinə doğru qaçmağa başladılar. Bu da bağlayıcıdır. 2-yə B. Elə şərq ölkələri var ki, deyir, oraya günəşlə bərabər insən, günəşlə olacaq qoşma. Birə A, C. Ertəsi gün həvəslə zərf üzərdən şəkilcidir, 3-ə yazılacaqdır. Həmin illərdə Nəcəf bəyin komediyaları böyük müvəffəqiyyətlə tamaşaya qoyuldu. Bu da olacaq. Deməli, 1-ə A, C, 2-yə olacaq B. Baxaq, hansı variantdadır? 1 A, C, 2 B, 3-ə də D ilə günəşlə bərabərsən, yenə D ilə E variantı. Cavab olacaq C. 29. Deyir, hansı cümlədə səhv yazılmış söz var? Cavab olacaq divayda kin küdurət sözüdür. 30-a baxaq. Deyir, sual şəklinin yerinə hansı şəkilci yazılsa düzəltmə söz alınlar. Gülçülər. Cavab olacaq A variantı. 31. Biri də yalnız baş sözlərdən ibarətdir. Bəli, sizin qonşunuz həkimdir. Həkimdir kim? Sizin qonşunuz. Cavab olacaq E variantı. 30. Deyir, Fərid sinifdə hamıdan kiçikdir. Nüməsə xəbər hansı iqtisasıyla ifadə olunmuş kiçik sifətdir. Cavab olacaq C variantı. Davam edək. 33-də. Deyir, hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər. Sabir, Orxan, Turaz və onlarla danışılsın. Biri var Sabir, bir də ki, həmciz tamamlıq kimi ola bilər. Sabirlə, Orxanla, Turazla A olmaz. Akif, Vəli və Toğrul danışsınlar. Biri var Akif, Vəli, Toğrulu həmciz mübtəda kimi düşünə bilər. Bir də ki, Akif, Vəli və Toğrul danışsınlar. Bu da ola bilər, ola bilməz yəni. Sahibdir, Elşən, Turqay, təbdilər, dəvətlər. Bu da onun kimi. Aysu, Suray və cavab olacaq E variantı. Lalə, Əhməd də orada hesabat hazırlarsan. Yalnız burada xitabdır. Çünki niyə? Həmcislik düşünə bilmərik. Həmcislik olsaydı, buradakı də ixtisar yalnız sonuncuda saxlanardı. Cavab olacaq E. Deyir, hansı söz feilin əmr şəklindədir? Danışar, işləyəcək, cavab olacaq oxuyun. B variantı. Deyir, elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Məsələn, təhliyə bağlı səhv fikir. İşarə vəzi təyin ifadə vasitəsilə necə adamlarla elə düzdür. Xəbərlər mürəkkəb feil ifadə olunmuşdur. Oturdur. Bir də ki, razılıq etmək düzdür. Hər iki tərkib hissəsində tamamlıq işlənmişdir. Kimlə? Adamlarla. Onlardan kimlə? Bu da düzdür. Tərkibindəki cümlələr ümumi şəxslidir. Razılıq etsin kim? Hamı mübtədası var. Cavab olacaq D variantı. Deyir, hansı cümlədə o yalnız şəxs əvəzi kimi düşünülə bilər. O içəri girib baş əydi. Cavab olar A variantı. O meşəyə gedən yoldur. Daha doğrusu, o meşəyə gedən yoldur. Bu, o yalnız orada işarə kimi düşünə bilər. O məktəbin həyətini addım-addım dolaşdı. Bu, hər ikisi kimi düşünə bilər. O maşına doğru getdi. Bu da hər ikisi kimi. O evin yiyəsi Nazim Səfərlidir. Burada isə işarə məqsədi. Cavab olacaq A variantı. Növbəti izahda isə mətn suallarının izahı gəlir.